Qız məktəbinin açılmağına mollalar etiraz edirdilər. Sabir bunu eləyib. Satirasında Bəhr Təvil deyərlərdi ona. Bəhr, bizim bildiyimiz bəhr. Mənası dəryadır, amma burada təfilə bəhrindən. Tavil, yəni uzun bəhr. Orada qeyd edir, ey fələk, zülmün əyandır, bu necə dövrü zamandır ki, işim ahu fəğandır, məni yandırma amandır. Gözümün əşki rəvandır, ürəyim dopdolğandır. Hamı qəmdən bu yamandır ki, neçə əhli qələmlər, buraxıb canıma qəmlər, qarışıb dardı bəhəmlər, ürəyim indi bərəmlər, qəzetə, jurnala bu küfr şiyəmlər necə cürət rəqəmlər yazıb, İslamə sitəmlər eləyirlər ki, gərək dinar dirəmlər saçılıb, məktəbi nisvan açılıb, yəni nisvan qadında. Qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzlidə bahir olalar, başdan ayağa yiyələr don, gedələr məktəbə 10-10, tutalar şiveyi bidət, bidət dinində yeniliyə iş, tutalar şiveyi bidət, oxuyub nəhvələ hikmət alalar, dərsi təbabət bilələr, cümlə kitabət edələr yazmağa adət, itib ismət, batıb iffət, aman ey vay, ey Allah, bu qovm oldu nə gümrah, bu nə şiveyi ikrah, bu nə zümre-i bədxah, salıb ağləmə pörxoş, bunlar lal ola ey kaş, düşə başlarına daş qıza lazımdır bilmək, ev işi, paltar tikişi, köhnəyi mağyun daramaq, səhni süranı süpürüb, kansanı qabı üfürüb, küftə kələmdə olması, ət bozbaşı, təndir lavaşı eyləməyindəndir, əgər bunları da bilməsə filan başlayır getdiyi evdə qızın əsas 3 məsələni bilməkdir. Dedi, getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilməkdir ki, ona bir kimsə etməsin əziyyət filan. Əri ilə qeyninin arasını vurmaqdır. Axırda deyir ki, xoxonun damdabacağın adlarını əzbərləməkdir ki, əgər övladı şuluq eləsə, o ilə onu qorxusun. Yəni, mən qısa deyirəm də, bunların hamısını demək istəmirəm ki, bu cür nə? O dövrün qızları bu cür tərbiyə eləyirdilər. Elm vermək istəmirlər. Bunu tənqid eləyir və düzünə də tənqid eləyir. Bu formada, yəni, indiki zamana da bir mesaj verir ki, o vaxt belə idi, düşüncə belə idi. Düşüncə forması bu cür. O cür fikirlilər indi də var.